Barış səsi. Bu gün İsfənd ayının 25-i Azərbaycan Aşura ordusunun igid oğlu Mehdi Bakirinin şəhadət günüdür. Mehdi Bakiri 1330-cu ilin Fərvərdin ayının 30-cu günündə Qərbi Azərbaycanın Qoçaçay şəhrində dünyaya göz açmışdır. Uşaq ikən anası vəfat edir. Qardaşı Əli Savaç Əli ilə öldürülür. Sonralar o birisi qardaşı Həmid də şəhid olur. 1354 və 55 illərində Təbrizin təzahüratında Mehdi və yoldaşlarının önəmli nəqşi olmuşdur və elə o zamanda Savaç Əli ilə dəfələrcə yaxalanmış, soruşturmağa çağırılmışdır. Mehdi bəy Bakiri diplom aldıqdan sonra Təbriz Bilim Yurdunda mekanik mühəndisi bölməsində təhsil etmişdir. Bakirinin Pastaran sipahının qurulmasında çalışqan nəqşi var imiş. O bir sürədə Urmiyənin şəhərdarı olmuşdur. Mühəndis Mehdi Bakiri Urmiyənin şəhərdarı olanda şəhrin güneyinə sel gəlir. Bakiri sel basmışlara kömək eləyirdi. Evi suyla dolmuş bir ana. Bala qızımın cahazı zirzəmidədir, mənə kömək elə deyir. Mehdi çırmalanır, özünü suya vurur. Qoca ana, xeyir görəsən oğlum, kaş ki şəhərdarın da səncan qeyrəti olardı. Qadan alım oğlum deyir. Mehdi kaş qeyrəti olarmış deyib getmişdi. Bakiri İran ilə Əraq savaşının başlanışında evlənmiş və evlənməkdən bir gün sonra cibhəyə getmişdir. Mehdi Bakiri 8 il İran ilə Əraq savaşında ordunun ən yaxçı başçılarından olmuşdur. İslamın igid sərdarı Mehdi Bakiri Beytülmüqəddəs, Ramazan, Müslim ibn Əqil, Vəl-Fəcr və Xeybər əməliyyatlarına çeşidli dərəcələrdə qatılmış və döyüşmüşdür. Muntazirdirlər ki, nidayı Quşudə şudən rah-ı Kərbəlanı verəsi. Xeybər əməliyyatında Mehdi Bakirinin qardaşı şəhid olarkən xəbər verib dedilər, qardaşının cənazəsini qaytarmaq istəyirik. Mehdi izin verməyib dedi, onların hamısı mənim qardaşlarımdılar. Hamısını qaytarsaz Həmidi də gətirin. Mehdi Bakiri 1360-cı ilin İsfənd ayının 25-də Bədr əməliyyatında Əraqlı əsgərlərin birbaşa gülləsilə şəhid olur.